Məsələ 6. Modul x kvadrat çıxaq 2x üstə gəl 1 bərabərdir modul x kvadrat üstə gəl 5x çıxaq 5 olarsa x-i tapın. Yəni, iki modulun bərabərliyindən olan bu tənliyi həll edin. Tənliyi həll edin. Biz istifadə eləyək, modul x-in kvadratı bərabərdir x-in kvadratından. Yəni, onda verilən tənliyin hər iki tərəfini kvadrata yüksəltsəm, olur. Modulda x kvadrat çıxaq 2x üstə gəl 1 modulun kvadratı bərabərdir modulca x kvadrat üstə gəl 5x çıxaq 5-in mötərizə xaricində kvadratı. Yəni, bu ekvivalent olacaq. Bu yeniliyə görə yaza bilərik ki, x kvadrat çıxaq 2x üstə gəl 1-in kvadratı bərabərdir x kvadrat üstə gəl 5x çıxaq 5-in kvadratı. Buradan da alıram. Bir tərəfə keçirdik. A kvadrat çıxaq B kvadrat düsturunu tətbiq eləyək. Olacaq x kvadrat çıxaq 2x üstə gəl 1-in kvadratı çıxaq x kvadrat üstə gəl 5x çıxaq 5-in kvadratı bərabərdir 0-a. Və buradan alırıq x kvadrat çıxaq 3x üstə gəl 1 çıxaq x kvadrat çıxaq 5x üstə gəl 5 vurulsun x kvadrat çıxaq 3x üstə gəl 1 üstə gəl x kvadrat üstə gəl 5x çıxaq 5 bərabərdir 0-a. Və sadələşdiririk mötərizənin içərisindəki ifadələri. Alıram, burada olacaq mənfi 8x, mənfi 8x üstə gəl 6 vuraq 2x kvadrat 2x kvadrat üstə gəl 2x və çıxaq 4 bərabərdir 0-a. Hasil 0-a bərabər olduğundan hər bir vuru 0-a bərabərdir. Mənfi 8x üstə gəl 6 bərabərdir 0-a. Bir də 2x kvadrat üstə gəl 2x çıxaq 4 bərabərdir 0-a. Buradan aldıq. x1 bərabərdir birincidən aldım. Müsbət 4-də 3-ə. Və ikinciyə 2-yə əxsar eləsək, belə bir kvadrat tənliyi alırıq. X kvadrat üstə gəl x çıxaq 2 bərabərdir 0-a. Və ikincidən çıxır ki, x1, 2 bərabərdir. 2-də mənfi 1 üstə gəl çıx 8, 3 alırıq. Buradan da aldıq ki, x1 bərabərdir mənfi 2, x2 bərabərdir. x2 bərabərdir 1. Və cavab, yekun o x1 bərabər 4-də 3 oldu. Buna da x2 deyirik ki, 3 kök bir yerdə mənfi 2, x3 isə bərabərdir belə. Beləliklə, verilən tənliyin 3 kökü var. 4-də 3, mənfi 2, 1.